Tədbirdən öncə universitetin konservatoriyasının önündə Şərur Xalq Yallı ansamblının ifasında Yallı xalq rəqsləri təqdim olunub. Professorun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, ziyalılar, yazıçılar birliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr və yubilyarın yaxın qohumları iştirak ediblər. Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dəyərli elm xadimi Mahirə Hüseynovanın həyatı, elmi və bədii yaradıcılığından bəhs edib. Rektor Mahirə Hüseynovanı zəngin elmi irsi, səmərəli pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə seçilən alim olaraq səciyyələndirib. Qeyd edilib ki, Mahirə xanım uzun illər ərzində Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan dəyərli pedaqoq, tanınmış ictimai xadim və məhsuldar şairədir. Rektor Naxçıvan Dövlət Universitetinin fəxri professoru Mahirə Hüseynovaya ali təhsil ocağına verdiyi töhfələrə görə dərin təşəkkürlərini bildirib. Həmçinin universitetin nəşriyyatı tərəfindən əlamətdar gün münasibəti ilə xüsusi buraxılış olaraq hazırlanan Mahirə xanımın Enduda keçirilən tədbirlərdə iştirakını əks etdirən foto və məlumatların əks olunduğu xatirə kitabı və rəsm əsəri hədiyyə edib. Elbrus İsayev yubilyarı 65 illik yubiley münasibəti ilə təbrik edərək can sağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Sonda yubilyarın elmi və pedaqoji fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev Mahirə Hüseynovanın bədii yaradıcılığından nümunələri yada salaraq ideya, dil və üslub xüsusiyyətlərindən söz açıb. Bitər məhəbbətin bu yer üzündə, vətən məhəbbətin nədən bitmədi? Cəmisən, üzürsən eşq dənizində, sənə məhəbbətin vətən bitmədi. Filologiya üzrə elmlər doktoru professor Sədaqət Həsənova dilçi alimin elmi nəzəri baxışlarından danışıb, seçilmiş şeirlərini səsləndirərək yubilyarın müasir Azərbaycan filologiya elmində və poeziyasında öz dəsti xətti ilə seçildiyini diqqətə çatdırıb. Filologiya üzrə fəlsəfə doktoru Dosent Aypara Behbudova isə bir çox elmi əsərlərin və bədii kitabların müəllifi olan Mahirə xanımın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, şeirlərindən parçalar səsləndirib. Vətəndən, torpaqdan, eldən obadan, belə güc alasan, güc alanda da. Zəlim xan, dağlara təpə gülməyə, qaya parçalana, daş əyilməyə, başa qar yağsa da bel bükülməyə, belə qocalasan, qocalanda da. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyə Həmzəyevanın çıxışları dinlənilib. Natiqlər yubilyara təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər. Var ama bu tuzu da bizim loqomuzun Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından professor Mahirə Hüseynovaya çoxşaxəli elmi fəaliyyəti yüksək dəyərləndirilərək fəxri fərmanlar təqdim olunub. Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi 4 nişanı, ilin alimi və media mükafatı laureatı 2018 kimi bir çox diplom və mükafatlara layiq görülən dilçi professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib. Evdən bədəllə çıxarsan, qorsan təməllə çıxarsan, gedib əməllə çıxarsan, məskəninə marın. Tədbir universitetin müəllim və tələbələrinin təqdimatında bədii proqramla davam edib. Sonda xalq artisti Gülyanaq Məmmədovanın tədbirdə iştirakı "Mən bu ömrü elə-belə yaşadım" və Azərbaycan mahnılarını ifa etməsi tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü olduğum üçün həm türkologiya sahəsində apardığım tədqiqatlar,
həm Özbəkistan Respublikasının daha 4 universitetinin fəxri professoru olaraq və onlardan da öncə Naxçıvan Dövlət Universitetinin fəxri professoru olmaqla qürur duyuram. 65 yaşı orta yaş hesab edirəm. Mənə elə gəlir ki, bundan sonraki işlər daha məsuliyyətlidir. İnsana verilən dəyər onda məsuliyyəti artırmalıdır. Yəni, mənə elə gəlir ki, mənim gənc nəslə, tələbələrimizə, gənclərimizə deyəcək sözlərim hələ çoxdur. Düzdür, mən ardıcıl olaraq da olmasa, belə ara-sıra Naxçıvan Dövlət Universitetində mühazirələr, seminarlar aparıram, görüşlər keçirirəm. Amma bütün bunlardan, əgər o tələbələrin ürəyində, beynində kiçik bir iz qoya bilirəmsə, özümü xoşbəxt sayıram. Əminəm ki, bugünkü təntənəli yubiley mərasimindən sonra mənim məsuliyyətim bir qədər də artdı. Həm Naxçıvan televiziyasına, həm radiosuna, həm Naxçıvan Dövlət Universitetinin auditoriyaların tribunalarında deyəcəklərim o məsuliyyətimi bir qədər də artırır. Bu yubiley tədbiri həm də hesabat tədbiridir və Mahirə xanım haqqındakı dəyərli məruzələrdən bir daha göründü ki, Mahirə xanım həm elmi fəaliyyəti ilə, həm pedaqoji fəaliyyəti ilə, həm ictimai fəaliyyəti ilə hər zaman nümunəvi bir ziyalı kimi seçilibdir və bugün həm Azərbaycan Dövlət Pedaqoji Universitetindəki təşkilatçılıq fəaliyyəti, həm ümumilikdə Qərbi Azərbaycan icmasındakı bugün Cənab Prezidentin çağırışlarına uyğun apardığı tədqiqatlar, təqdimat elədiyi kitablar və Naxçıvan Dövlət Universitetinin üçün vaxtaşırı verdiyi master dərslər, bir daha Mahirə xanımın mükəmməl bir portretini göz önümüzdə canlandırır. O baxımdan ki, Mahirə xanım fədakar bir ziyalıdır. Öz əməyini, öz ziyasını xalqı üçün, öz tələbələri üçün, öz müəllimləri üçün, ictimaiyyət üçün əsirgəməyən, əksinə bunu daha geniş, daha böyük zövqlə təqdim eləməyə bacaran bizim çox görkəmli ziyalımızdır. Bizi Mahirə xanımla onun yazdığı şeirlər birləşdirib. Mən bu ömrü elə belə yaşadım, mahnısı ilə birləşmişik, bir-birimizi sevmişik, ailəyə belə yaxın olmuşam. Mən bilmirdim bu gözəl sözləri yazan müəllif məhz Mahirə xanımın ağı qızıdır. Bilirsiniz, söz bizi cəlb eləyir. Söz bizi özünə heyran eləyəndə sözün qüdrəti, qüvvəti çox böyükdür və ona görə də musiqinin notları hamısı gözəldir. Amma orada sözün hökmü olmasa, sözün qəlbə toxunuşu olmasa, onu ifa edərkən bəlkə də bu qədər qəlbləri oxşaya bilməzdik. Və bu Mahirə xanımın qəlbindən, ruhundan gəlib, süzülüb gələn sözlərdir, onun qələmindən gələn. Və mən də xoşbəxtəm ki, o sözlərə müraciət eləyərək Ruslan Səfəroğlu bəstəsi ilə mən Mahirə xanıma beləcə bacı qazandım, dost qazandım. Samiq Nuriyev, Tərlan İbrahimova, Samir Mehdiyev, NTV Xəbər.